Keçən verilişdə dediyim kimi, mən 26-30 günə prostat vəzin ölçülərini və strukturunu səbəblərdən asılı olmayaraq tam normaya qaytara bilirəm. Bu səbəblərdən birinci tibbi kitablarda yazıldığı kimi cinsi və qeyri-cinsi infeksiya və durğunluqdur ki, müasir təbabət də buna yeganə səbəb kimi baxır. Buna görə prostat vəzin müasir müalicəsi çox vaxt tam və keyfiyyətli olmur və təkrarlanmaqla qurtara bilər və uzun illər xəstə aşağı ətraflarda diskomfort və nasazlıq hiss edir və yavaş-yavaş onda cinsi zəiflik və seksual nevrozlar əmələ gələ bilər. Mən digər tərəfdən kəşf elədiyim kimi hesab edirəm ki, prostat vəzinin dəyişikliklərinin ikinci səbəbi beyin və beynin hipofiz vəzisidir. Hansı ki, daxili cinsi vəzi olan prostat vəzə nəzarət etməklə cinsi funksiyanın mərkəzi və periferik cinsi hormonları tənzimləyir. Müasir tibbi ədəbiyyatdan məlumdur ki, kişi cinsi hormonlar dəridə, qaraciyərdə, prostat vəzidə və xayalarda yaranır. Ən vacibi bunlardan xarici cinsi vəzilər xayalardır və onlardan ötürü biz gələn verilişdə xüsusi danışacağıq. Beləliklə bugün prostat vəzi bizim fikrimizcə hormonal vəz olub və adi hormonal vəz qanunları ilə yaşayır. O böyüyə də bilər, kişilər də. Böyüyəndə prostat vəzi hiperplaziyaya məruz qalır. Prostat vəzi normadan balaca olanda, burada atrofiyadan və yaxud uşaqlıqdan gələn prostat vəzinin inkişafsızlığından söhbət getməlidir. Hər hansı bir formada prostat vəzi olsa da, onun qeyri-adiliyi orasındadır ki, prostat vəzi yeganə bir hormonal vəzidir ki, sidik cinsi yollara açılır və ona görə də infeksiyanın təsirinə düşə bilər və bundan sonra prostat vəzinin ölçüləri və strukturu dəyişə bilər. Çox güman ki, iltihaplaşıb şişər. Ona görə biz müasir tibbdə qəbul edilən infeksiyon səbəbini nəzərə alaraq, unutmamalıyıq ki, 80-90% hallarda prostat vəzinin dəyişikliklərində infeksiya yox, beynin və beynin hormonların səbəbi var. Biz inkar eləmirik ki, bu 80-90%-in içində 20-30% hallarda iki səbəbli formalar eyni vaxtda ola bilər. İnfeksiya və beyin hormonlar. Qalan çox hissəsi ancaq beyin və beyin hormonlardan asılıdır. Bu faktı biz 10 ildən çox təsdiqlənmişik və bugün özəl tibb sahəsində təzə metodu tətbiq edib müsbət nəticələr almaqdayıq. Bəli, bu kəşfdir, özü də dahi bir kəşfdir. Mən ona görə belə ürəkli danışıram ki, dünyada müasir təbabətdə indiyənə kimi heç bir kəs bizdən başqa qarant verə bilməz ki, prostat vəzinin strukturunu və ölçülərini tam normallaşdıra bilər. Özü də bu şərtlərlə təkrarlanmasız, ancaq aptek preparatlarla bir aya kimi və prostat vəzinin ənənəvi masajı olmamaq şərti ilə. Bugün Azərbaycanın kişiləri bilməlidirlər ki, prostat vəzinin tam müalicəsi var və bir kurs səthi və müvəqqəti müalicə üçün İstinduki şəhərinə ildə bir dəfə getmək lazım olmur. Bugün mən deyirəm ki, prostat vəzidə yaranan dəyişikliklərin əmələ gəlməsinin əsl səbəbləri tapmaq, prostat vəzinin xəstəliklərin gedişatı kəşf etmək, mürəkkəb müalicəsi tərtib etmək, bu elmi və praktik təbabətdə bir tərəfdən yeni bir təzəllikdir və bunlar özünü həyatda və bizim tibbi sənədləri ilə tam təsdiq olunur. Prostat vəzinin adenomatoz dəyişikliklərdən danışsaq, demək lazımdır ki, bölünmüş prostat vəzidə adenomatoz strukturu, xırda adenomatoz düyünlər, iri bir və bir neçə olan adenoma düyünləri əmələ gəlirsə, müasir təbabət bunları xoş xəstəli şiş kimi qəbul edir və bugün bu dəyişiklikləri bütün dünyada onları ancaq cərrahi və lazer şüası ilə ləğv edirlər. Dərmanlarla tam adenomatoz prosesini dayandırmağı, düyünlərin soğurulması nə nəzəri, nə praktiki təbabətdə biz bunu kəşf edənə kimi bəlli deyildi. Prostat vəzidə düyün dəyişikliklərin əmələ gəlməsini, düyünlərin və bu prosesin gedişatını
yəni yaranmasının patogenezi yenidən öyrənərək, biz bu problemi aptek dərmanların köməyi ilə, ənənəvi masaj olmamaq şərti ilə 1,5-2 aya kimi prostat vəzidə adenomatoz dəyişikliklərinin sorulmasına və ölçülərinin normallaşdırılmasına nail oluruq. Konkret olaraq bugün vəzidə 3,6 santimetrədək diametrdə olan düyünləri ləğv eləmək, sovrulmaq mümkündür. Ən əsasən, biz bu adenoma düyünlərinin əmələ gəlməsi prosesinin açmışıq və düyünləri yox eləməklə eyni zamanda prostat vəzinin ölçülərini də normallaşdırırıq. Azərbaycan cəmiyyəti bugün bilməlidir ki, cərrahi usuldan başqa təbabətdə indi aptek dərmanları ilə adenoma düyünün də tam müalicəsi var. 2006-cı ilə qədər bu istiqamətdəki işlərin nəticələri mənim broşuralarımda öz əksinə tapmışdır. Biz bilirik ki, prostat vəzin xəstəlikləri aşağıdakı şikayətlərlə müşayiət olunur. Qarın altı, aralıq nahiyəsində və xarici cinsiyyət üzvlərinə vuran ağrılar və s. Prostat vəzin xəstəlikləri sonsuzluğa, cinsi funksiyanın pozulmasına, gecələr və gündüz sidik aktların pozulmalara təkan verə bilər. Ona görə də biz prostat vəzdəki dəyişiklikləri nə qədər tez əşkar etsək, bir o qədər xəstəliyin ağırlaşmalarına və fəsadlarına az təsəddüf edərik.